Allah'ın salamı olsun, Allah'ı tanıyanlara ilk növbədə. Mənim müraciətim bütün insanlara da, dinindən, millətindən, vəzifəsindən, nəyindənsə asılı olmayaraq sadəcə insan olmağa kifayətdir. Müraciətim insanlaradır ki, heç kəsə sir deyil ki, dünyaya bir məclis var, hansı ki Allahlıq edir həqiqətən. Yəni bunlar Allahlıq iddiasındadır. İndi onu səhifəndə girib baxın da, o Papa Rimskini ayaqlarını öpdürürlər məsəl üçün, orada görərsiniz. Nəysə, sözüm onda yox. Bunların mübarizəsi dinlədir. Yəni torpaqla döyür, neftlə döyür, qızılla döyür. Bunların mübarizəsi sırf dinlədir. Bunlar Allahlıq iddiasındadır. Allah hamd olsun, başa düşürsünüz. Bunlar məsəl üçün özlərinin dini inanclarında deyirlər ki, bunlara lüboy millətin qanı, malı halaldır. Ona görə məsəl üçün rahatlıqla hansı ölkəyə girib o ölkədə oranı çevirirlər poligona. Baxın da, yəni məsəl üçün həqiqət göz qabağındadır. Nətər deyim, sizi də, məni də Allah yaradıb. Da həmən Allaha xatir həqiqətlə bir dənə prosto baxın da, dünyada gedən prosesə baxın. Ki, nə cür nə idarə edir bunlar, yəni hansı üslubla, bunlar hansı ölkəyə girib, orada məsəl üçün də nəsə bir bunların xeyri dəyiblər həmən ölkəyə. Fələstinin halına baxın, nə bilim, Kanadada falan şey oldu, Rusiyada bəhmən şey oldu. Bunlar orada bax xristiyanları qırırlar məsəl üçün. Ukraynanı, o klonu gətirib qoyublar oradan şeyi, Zelenskini. İndi həqiqətən də, yəni həmən o stol ki var, onların dünyaya mesajına baxın məsəl üçün ki, onların istəyinə olur hər şey. İstəyəndə deyir, lazımdır biz bura təlxəy də qoya bilərik, məsəl üçün. Lazımdırsa savadlı insan da qoya bilərik, lazımdırsa nə bilim çoban da qoyarıq. Nə istəyir? Yəni o stolun ağalığı ilə hər şey baş verir. Başa düşürsünüz? Təlxəyə qoyublar, orada xristiyanları qırırlar. Yəni bunların mübarizəsi sırf Allahlandır. Başa düşürsünüz? Dinlə. Dəxli yoxdur. Xristiyandır, bir müsəlmandır. Bunlar, yəni əgər sən bunlara ibadət eləmirsənsə, məsələn, xristiyan bunlara ibadət eləmir deyə, bunlar mübarizəsi xristiyanlandır. Müsəlman bunlara ibadət eləmirsə, bunların mübarizəsi müsəlmanlandır. Məsəl üçün, mən heç kimi qınamıram, bunlar iblisin elmi ilə hərəkət edir. İblisin elmi də təbii ki, qat-qat insan elmindən üstündür, qat-qat. Bunlar, məsəl üçün, ərəbləri alıblar ələ, Kəbə evini zəbt ediblər, Allah'ın olsun. Özü də görürsünüz, dev günlərimdə şeylədilər, yeni müqabilə bağladılar, İbrahimi, adını da qoydular İbrahimi. Məsəl üçün, İbrahim Peyğəmbəri, İsmail Peyğəmbəri, İshak Peyğəmbəri, Yusuf Peyğəmbəri, biz onun hamısının Peyğəmbərliyin qəbul edirik. Biz onların heç birini inkar eləmirik ki, Quranda olan hamısı barəsində yazır, yəni İslam dini olan heç birini inkar eləmir. No, amma axırıncı Peyğəmbərin şəriəti ilə, sünnəsi ilə olmalıdır da, oturmaq, durmaq. Yəni, əgər Allahı tanıyırsansa, yəni Allaha xatir yaşayırsansa, nə bilim, axirəti düşünürsənsə, hesab gününü düşünürsənsə, təbii ki, nətər deyim, Allahın dediyi kimi olmalıdır da. Hökm sahibi, yurt sahibi kimdir? Allah elədir. Yoxsa bunlardır? Dəqiqləşdirin də o barədə. Kimdir? Hökm sahibi kimdir? Yurt sahibi kimdir? O Sırat-ı Müstəqim var, Sırat-ı Müstəqim. Həmən o haradır? Buradır nə? Körpüdəsən. İndi keç, düz keç, gəl. Vallahi tədana. O elə bilirsiniz, öləcək, gedəcək, ondan sonra hardasa girib ahirət qazanacaq, əbədiyyət qazanacaq. Yox, indi. Nəysə, sözüm ondadır. Sözüm ondadır ki, hal-hazırdakı durum, bu Xamenei ağa, söhbət yenə deyirəm, Allah'ın olsun. Allah'ı tanıyan kəs nə din, nə məzhəb, nə bilim, sən yadın, millət söhbəti eləməməlidir bu hadisədə. Başa düşürəm? Çünki bunlar Allah'a düşmandır. Sən əgər Allah'ı tanıyanlardansansa, bunlar sən Allah'a düşmandır. Bunlar nətər deyim, iddiası torpaq deyir, başqa şey deyir. Bunlar sadəcə olaraq ölkələrə girəndə elə alladırlar. Məsəl üçün, biz hal-hazırda bizim ölkə rəhbərinə vəd ediblər ki, oranın güvəsi dayanıb genişləndirmək məqsədi ilə, Azərbaycanı böyütmək məqsədi ilə, Turan dövləti qurmaq məqsədi ilə eləyirik. Amma Allah'ın olsun o deyir. Bunların mübarizəsi o deyir. Bunların mübarizəsi Allah'landır. Nəysə, Xamenei ağa 47 ildir bunlara qarşı, həmən stola qarşı, həmən məclisə qarşı, onlara boyun əymir, onlarla oturub durmur. Bunlar da 47 ildə ona qarşı mübarizəni aparır. Həmən stolla bunun problemi var. Ona görə də bunların məsəl üçün baxmayaraq ki, qızılı, nefti, hər şey ərəblərdən də çoxdur. Dünya bazarına çıxışı yoxdur. Ona görə ki, bu onların həmkardır da. Deyib, onlar buna deyir ki, bizlə dost özünsə, onu da almırıq. O da deyir, cəhənnəm alın. Mən axirətim üçün yaşayıram.
bu dünya önəmli deyil də bizim üçün. Obşem az da qalarıq. Obşem sizlə Allah düşmanı ilə lənət olunmuşların tərəfində durmarıq. Nəysə. İndi hal-hazırda görürsüz də bunlar neçə ölkələr birləşdi. Allah'a qarşı, Allah'a and olsun. Yəni bu mübarizə yenə deyirəm, Allah'a qarşı olan mübarizədir. Bu Xameneyi ilə işi yoxdur bunun. Bunun İran torpağı ilə işi yoxdur bunun. İran qızılı ilə işi yoxdur bunun. Bunun mübarizəsi nədir? Ki o da gəlsin bizim ayağımızdan öpsün. Başa düşsən? Atacana. Ərəbləri alıblar qucaqlarına, yəni Kabe evini götürüblər. Onlar hamısı oldular. Bir ax orada gördünüz neçədən ölkələr yeni saziş çıxartdılar üçü birində. Şeydə o şey nədir adı? Abu Dhabi'də Helençinə artıq o şey nətər deyim obyektdə mövcuddur. Hansı ki üçü birində həm İudaizm, həm Hristiyanlıq, həm də müsəlmanlıq. Üçü birində qarşı. Bu şey hal-hazırda dəxli yoxdur. Yəni bunların sayı çox olsa da Allah Taala zəfəri İslam'a verib. Allah Taala öz dinini qoruyur təbii ki. Yəni Allahın dininə heç kim istəyənməz. Bunlar o mübarizəni məğlubları da Allah'a and olsun. Mən deyəcəyim odur ki, nətər deyim, həm nətər deyim, Allah'a xatir yox, özünə xatir ki, sağ qalasan, həlak olmayasan, buradan nətər deyim, qaliblərlə birlikdə bu qalibiyyəti qutulayasınız. Bütülər demişkən, tərəfüzü düz seçin. Tərəfüzü düz seçin. Bunlar, məsəl üçün, indi ölkəmizdəki, sən deyədin, istər vəzifəli şəxs olsun, istər fəhli olsun, nə dəxli var ki? Bunlar Azərbaycanı hal-hazırda poligona çevirməyə gəlirlər. Amerika, burada Azərbaycanın içində, bunlar öyle edirlər, poligon, buradan İranla savaşacaqlar. Sizin ailə uşağınız yoxdur, siz ailənizə uşağınıza görə narahat deyilsiniz, məsəl üçün. Nə olsun ki, sən vəzifəli şəxsən, məsəl üçün, harada seçdiysən, sənin də ailən var, əqrabın var, qohumun var. Bunlar o həmən o uşaq, mən demirəm ki, ölkə başçımız sənin fikirləşmir. Ölkə başçımız allanıb. Mən Atacanı onu da qınamıram. Allah'a and olsun, onu da qınamıram. Çünki iblisin elmi güclüdür. İnsan elmindən qat-qat güclüdür. Bunlar onunla hərəkət edir. Təsəvvür eləyin, bunlar 30-40 il qabağa plan qurur. Başa düşürsünüz? Məsəl üçün, keçib 90-cı illərin Cadın kinosuna baxsınız, baxarsınız ki, 90-cı illərdə olan kinolarda, robot haqq hesablarında, nə bilim, bugünkü çıxan proqramlar ki var, proqram adı. Bugün o çıxır, amma onu 90-cı ildə paylaşmışlar. Yəni, bunlar 30 ilin, 40 ilin planını qururlar. Yəni, buna baş lazımdır. Təbii ki, o başı da bunlara iblis verir. Deyəcəyim odur ki, zəncirvari dinindən, məzhəbindən, heç nəyindən asılı olmayaraq, o Allahlıq iddiasında olan uşaqlara qarşı, bu stola qarşı gərək biz zəncirvari xalta olaq, başa düşürsünüz, bir olaq ki, nətər deyim, ən azından Allaha xəyanət eləmiş olmayaq, Allah'a and olsun. Allah Taala Quranda buyurur ki, xoşunuza gəlməsə də cihad sizə vacib buyurulmuşdur. İndi kimsə məsəl üçün qorxaqlığından deyir ki, biz nə bilim keçmişik belə təbliğə falan bəhmən. Allah'a and olsun, yəni bu nətər deyim, vicdanınızı susturmaqdır. Yalandan gücü ver ibadətə ki, qorxaqlığından, yəni başqa şey yoxdur ortada. Yəni sadəcə olaraq dünya qorxusu ki, yəni dünyanı itirərəm, nə bilim, malımı itirərəm, mülkümü itirərəm, maşınımı itirərəm. Məsəl üçün o niyyətə özü Allah'dırsan ki, sən din xadimisiz, siz, Allah'a gedin, tövbə eləyin. Allah Taala çox bağışlayandır, tövbə eləyin, yolunuza qaydın. Hamıya deyirəm bunu, hamıya. Yolunuza qaydın, Allahla düşmançılıq eləməyin. Təbii ki, siz Allah'a nə ara bilərsiniz? Nə siz, nə də sizin rəhbəriniz. Başa düşsən? Mən məsəl üçün, babanın kimim var, heç mənəm, evdə bir pişiyim var, başqa heç kim. Amma biz deyəndə, mən özünü və Allah'ı nəzərdə tuturam. Əgərlərim kim olduğumu görmək istəyən varsa, o cühud uşaqlara deyin ki, özləri o günlərin Netanyahu deyir ki, telefon varsa bizim qucağımızdasan. İndi onlardan soruşun, kimin qucağındadır? Yəni, ünvanıma kimi bilirlər. Elədir. Mən bu videonu istəmək gücləyəndə sizdən qabaq onlar baxır. Vursunlar da, vura bilir, vursun. Ən məharətli orduların göndərsinlər, kimliyimizi göstərək. Onda bilər təhdidimiz nədir bizim. Başa düşdün? Nəysə, qurban Allaha, yolunuza qaydın. Yolunuza qaydın, Azərbaycan milləti, nətər deyim, və istər vəzifəli, istər vəzifəsiz, dəxli yoxdur. Bir dənə ailən ki, sənin də burada ailən, uşağın, qohumun, əqrəbin yaşayır. Bunlar bugün sabah görünəm, Azərbaycanda nə hoqqa duruşmağa çalışırlar, başlayırlar. Artıq bugün sabah deyə başa düşürsünüz. Sizin bu gedən proseslərdən xəbəriniz yoxdur. Yatızdırıblar sizi media ilə, TikTok ilə, zadla bildirin.
başınız qarışıb başqa şeylərə. Əsas proses qalıb kənarda. İrana qarşı da neçə illərdir ki, bunlar məsəl üçün də kommunizm qurandan sonra həmən stol qurub kommunizmlə. Kommunizm qurandan sonra giz-giz söhbətlər atırlar ortaya ki, nə bilim, sən yadın, niyə görə İranda Azərbaycan dilinə icazə vermirlər? Çünki Azərbaycan dilinə qalandan sonra, əgər söhbət vətənpərvərlikdən gedirsə, bizim latın hərflərimiz olmayıb axı. Biz latın hərflərini olmayıb. Bizim o şeyə baxın, məsəl üçün, nətərdir, Qaçaq Nəbiyə baxın, nə bilim, köhnə kinolarımıza baxın, orada görəsiniz ki, bizim, nətər deyim, fars hərfləri ilə yazmışıq. Fars hərflərindən yazmışıq. Ona görə orada onlar sən yadında, nətər deyim, o ehtiyac duymurlar ki, o şeyin dura yenilik gətirə. Bura kommunizm o yeniliyi gətirib. Yəni vətənpərvərliyə qalandan sonra vətənpərvər odur ki, köhnəni qoruyub saxlayan. Vətənpərvər köhnəni saxlayan təzə maskanı taxan deyil. Ermənilərə deyir orada icazə verirlər ki, özlərinin şeyi olsun, sən yadında, məktəblərə. Ermənilərdə çünki özlərinin hərfləri var, özlərinin onların qədimidən öz hərfləri oldu, məsəl üçün. Ona görə onlara dabro verib. Amma sənin öz hərfin olmayıb axı. Nəysə, Allahla düşmançılıq eləməyin. Yolunuza qaydın, Allaha tövbə eləyin. İstəyirsən qarşımızda durun, istəyirsiniz yanımızda durun. Atacana heç bir əhəmiyyət yoxdur, Allah'ın olsun. Hər halda qalib qoşunu yox, hər halda.